Deməli, bizə bir misal verib, ifadənin natural qiymət alması üçün n ala biləcəyi natural qiymətlərin cəmini tapın deyir. N ala biləcəyi natural qiymətlər, yəni n də natural ədəd olmalıdır. İfadənin ala biləcəyi natural qiymətlər dediyinə görə ifadənin ala biləcəyi də natural qiymətlər olmalıdır. Əgər surətdə, məxrəcdə bir ifadədirsə, məsələn, burada n+1 ifadəsi də məxrəcdə n olsaydı, yəni +1 yox da, üstəgəl 1 yox da, n olsaydı, tək-tək ayrı-ayrılıqda bölə bilərdim. 3n kvadratı böl n, 5n böl n, 12 böl n. Amma burada n+1 olduğuna görə onu bölmək mənə əl verməyəcək. Nəyə görə? Çünki köməklik göstərməyəcək. Ona görə ki, 3n kvadratı bölünsün, n+1 yazsam belə, buradan bir şey alınmayacaq. Biz belə tip misallarda, yəni məxrəci belə bir ifadə olanda, görsək ki, nəsə toplamadır, çıxmalı bir ifadədir, o zaman gərək surəti məxrəcə tam şəkildə bölək. Ən yaxşı üsulu budur ki, parçalama da eləyə bilərik. Amma bölmək daha yaxşıdır. Baxın, 3n kvadratı üstəgəl 5n üstəgəl 12 böl n+1. Burada indi baxacağıq ki, biz n-i burada nəyə vursam, yəni nə yazım bura? N-i nəyə vursam 3n kvadratı alınacaq. 3n-ə vursam, onda yazıram 3n-i, indi vururam 3n-i n+1-ə. 3n kvadratı üstəgəl 3n. Bunları alt-alta çıxsaq 3n kvadratları gedir. Baxın bura 5n çıx 3n eləyəcək 2n. Və yuxarıda üstəgəl 12 var. O 12-ni də aşağı yazsaq, üstəgəl 12 olacaq. İndi baxıram. Mən indi burada almalıyam 2n. N-i nəyə vuraq ki, burada indi 2n alınsın? 2-yə. 2n üstəgəl 12. Daha doğrusu 2. 2n'lər islah gedir, çıxırıq gedir. 12 çıx 2. Nə eləyir? 10. 10 bizim qalığımız oldu. Tam hissəmiz, yəni cavabımız 3n+2 oldu. Deməli, biz 3n kvadratı plus 5n, üstəgəl 5n, üstəgəl 12-ni n+1-ə böləndə alırıq. Aldıq tam hissəni, yəni qismətimizi, natamam qismətimizi 3n üstəgəl 2, üstəgəl, sanki qarışıq ədəd şəklində yazıram elə bir təsəvvür edək ki, qarışıq ədəd şəklində yazırıq. Tam hissəmiz, üstəgəl kəsir hissəmiz. Kəsir hissəmizdə məxrəcimiz n+1, qalığımız nə qaldı? 10 qaldı. Oldu bu şəkildə. Aha, indi bunun cavabının natural olması üçün bu hissədə görürük ki, bir problem yaşamırıq. Çünki n-i 3-ə vurub üstünə 2 gəlsə, natural ədəd kimi, hər zaman natural ədəd alacağıq. Amma burada bizə problem yaradan hissə 10 bölünsün n+1-dir. Hansı ki, o hissə gərək natural ədəd ola. Gərək biz natural ədəd şəklində alaq ki, cavabımız da natural ədəd olsun. Ona görə də n+1-imiz elə ədədlər olmalıdır ki, 10 həmin ədədlərə tam şəkildə bölünsün. Bəs 10 hansı natural ədədlərə tam şəkildə bölünür? 1-ə, 2-yə, 5-ə və 10-a. İndi biz n+1-i hələ tapmışıq. Yəni n+1 bu ədədlər olduqda 10 bu ədədlərə tam şəkildə, natural ədədlər tam şəkildə bölünür və kəsir şəklində cavab almırıq. İndi biz onda n-imiz nəyə bərabər olar? Gəlin n-ləri tapaq. n+1-imiz 1-dirsə, n-imiz 0, 2-dən 1 çıxanda 1, 5-dən 1 çıxanda 4, 10-dan 1 çıxanda 9 ola bilər n-lərimiz. N-imiz 0, 1, 4, 9 ola bilər. Amma n ala biləcəyi natural qiymətlər deyirdi deyə, cəmini istəyirdi deyə. Ona görə n 0 ola bilməz, natural qiymət kimi 1, 4, 9 ola bilər. Bunları da cəmlədiyimiz zaman alacağıq 14. Cavab 14.